Ağdamdan salamlayırıq sizi. Bəli, bugün sözün əsl mənasında biz tikinti meydançasındayıq. Ağdamda hər sahədə, hər qarışda tikinti işləri sürətlə aparılır. Baxmayaraq ki, bu işləri həyata keçirmək olduqca çətindir. Çünki bildiyimiz kimi Ağdam Qafqazın Xirosiması adlandırılır. Çünki buranın hər qarışında mina təhlükəsi var və bugün minaların təmizlənməsi, eyni zamanda digər tərəfdən tikinti işlərinin, bərpa işlərinin həyata keçirilməsi olduqca çətindir. Amma buna baxmayaraq hər kəs əzmlə, qürurla çalışır. Elə bu kadrlar bunun əyani şəkildə sübutudur. Bugün Ağdam yenidən dirçəlir. Bugün Ağdama yenidən böyük qayıdış artıq mərhələli şəkildə davam edir. Biz isə hazırda 10-cu yaşayış kompleksindəyik. Burada 120 mənzillər yaşayış kompleksidir. Digər yaşayış komplekslərində olduğu kimi burada da artıq yekunlaşma işləri həyata keçirilir və son tamamlama işləri göründüyü kimi aparılır. Həyətində artıq qazanxananın tikintisi yekunlaşıb və onu da bildirək ki, bugün bütün yaşayış kompleksində sürətlə tikinti işləri davam edir ki, qısa zamanda məhz Ağdam sakinləri öz doğma torpaqlarında məskunlaşa bilsinlər. Necə ki, Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində artıq məskunlaşmalar baş tutub, artıq həmin kəndlərin sakinləri öz doğma torpaqlarında yenidən məskən salıblar. Onu da bildirim ki, bugün Ağdamda Eyvazxanlı və Baş Kərvənd kəndlərinin də tikintisi davam edir. Qısa zamandan sonra burada tikinti işləri yekunlaşacaq və digər kəndlərdə olduğu kimi bu kəndlərdə də artıq sakinlər öz doğma torpaqlarında məskunlaşacaqlar. Və onu da bildirək ki, burada sadəcə evlər tikilmir. Burada xəstəxanalar, məktəblər, bağçalar, yəni bir sakinin burada rahat və təhlükəsiz şəkildə məskunlaşması üçün bütün infrastrukturla tam şəkildə təmin edilir və onu da bildirək ki, bugün Ağdamda cümə və qiyaslı məscidlərinin də restavrasiyası artıq yekunlaşıb. Artıq burada daxili yolların tikintisi sürətlə davam edir. Hətta bəzilərində yekunlaşıb və istifadəyə verilib. Bu necə ki, Ağdam Dəmir Yolu Vağzalı kompleksini biz bu yaxınlarda çəkib sizlərə də təqdim etdik, istifadəyə verilib. Artıq Ağdam sakinləri rahat şəkildə Dəmir Yolu Vağzalından istifadə edib öz doğma torpaqlarına gəlib gedə bilirlər. Eyni zamanda Ağdam-Bərdə avtomobil yolu, dəmir yolu istifadəyə verilir və bununla yanaşı Ağdam-Xankəndi dəmir yolunun tikintisi də sürətlə davam edir və bunu da bildirə bilərik ki, bugün məşğulluq məsələsi də əsas prioritetlərdən biridir. Məhz bu baxımdan Ağdam Sənaye Parkı sözün əsl mənasında öz sözünü deyir.